Yığılışıblar bunlar. Göy cücələr. Mən də özləri ilə aparıblar. Bilmirəm amma hara. Çox yoxunam. İstanbulda vloqa devam edirik. Naxçıvan qaldırması. Salam aleykum. Axır ki giriş verə bildim. İçim yorğunuydu. Bakı aeroportunda. Ona görə giriş edə bilmirdik. Gördüyünüz kimi U18 milli komandamızdan bir yerdə Xorvatiyaya gedirik. İndi İstanbul aeroportundayıq. Hardasa bir saate falan samolyotumuz qalxacaq. Gedəcəyik Zagrebə. Oradan da şəhərin adı nə idi? Vireşkadır nədir? Nəysə, Rijeka. Rijekaya gedəcəyik. Mənim də first FIBA təcrübəmdir. Bundan əvvəl Euroleague-də falan olmuşam. Amma FIBA-nın tədbirlərində ilk dəfədir. Və milli komanda ilə də ilk dəfədir. Görək. İndi gedəcəyik. Uşaqlar dağılışıblar. Hərəsi bir yerdədir. Mən məşqçilərlənəm. Ümid edirəm ki, maraqlı 14 günlük vlog olacaq. Yəqin ki, maraqlı anları qoyaram. Daha rahat 15 dəqiqəlik, 20 dəqiqəlik, bəlkə də yarım saatlıq videoya baxarsın. Salam aleykum. What's up? What's up, man? Good to see you again. Thank you. Eşk olsun, eşk olsun, eşk olsun. Ne kardeş? Seffe hoşum geldi sef. Simişəm bura. Bura bizim yerimiz ha. Əmilərə duruşu göstər. Var, 2 saniyə bəs. Əmilərə duruşunuzu göstərin. Ne duruşumuz? Əmilərə duruşu göstər. Qəşəng. O görüb. Əmilərə duruşu göstər. Donurum. Söndürdüler kalıyor. Dolarla yığmısınız o 20'də. 100%. Ay can, ay can. Boarding completed. Koçlanların yaxşı olanda belə olur da bax. Ayaq, planşet, saat. Çatdıq Zagrebə. Arkada da gördüyünüz hava limanı idi. Buradan gedirik 2 saatlıq Rijekaya. Rijeka elə bir şeydir, nədirsə onunla. Ora yolculuğumuz var. Şeydə Xorvatiyada Alman maşınları çoxdur. Dəhşət çoxdur. Elə Mercedes, BMW, Mercedes, aycan bunu yığılıb bizim cücələr. Əsl tələbə yataqxanası. Bax, özü də burayla şey, buranı bəyəndim. Olursa tağa da var. Zor oldu ayrılma. Televizor yoxdur, PlayStation harda oynayacağım. Biraz kardeşim sağ ol. Basa özümlə PlayStation gətirmişim. Nə deyim? Anam tualetim var. Yoxdur, valla PlayStation üçün. Nə bir sorun? Okay, thanks so much. Yeah, Bija. Damn. Yeah, Bija. I'm just done in I'm just done. Bombadaxı. I don't take shit for granted. I do my own propaganda. I feel like Julie Santana. Leg hanging out the fat. Az kalmış, az. Haydi guys, 3, 4. Azerbaycan!
Eşk olsun, eşk olsun. Eşk olsun. Bak görürəm də görürəm. Oy. Ağzından. Oy. Güneş batır. Qabaqda şunu. Telefonum yok ama gelirsen gel. Papa karate, kara papa renkte. Müəllim, hələ də Demet Özdemir. Ne deyir o? Hələ də Demet Özdemir. Bəli. Always. Yenə gəldik mağazaya. Mənim Balkan ölkələrində təcrübəm olduğuna görə dadına baxdığım cipslərdən götürmüşəm. Eşq olsun. Mənim sizdən götürmüsünüz. Mən chips götürmüşəm 2 dənə. Təzənə tapdım. Vay vay. Salam aleykum. Bugün ikinci gündür. Biz məşqə gedirik. Çox da maraqlı bir şeylər olmayıb. Ona görə o ay Tommy ordadır. Ona görə nəsə maraqlı bir şey çəkməmişəm. Onun günlərini daha qəşəng verəcəm, paylaşacağam. Amma belə məşqə gedirik. Watch out guys. This is ready guys. Gördüm səhər gördüm. Oy, nə gözəl ayaqlarınız var. Başar ən sevdiyim. Mano! Do you understand the words that are coming out of my mouth? Sabra. Sağ Torpaq deyil, mübariz idi. Bari salam ver. Sorğu sualda var. Eyvah ne olacak? Tanır. O bu tərəfdən deyil mi? Kimin avtobusudur? Ayxan. What's up to the vlog? Yeah. team. Hansı yaxşı oğlan Best görəcək? operator, best operator in the world. Ooo, Yeah, bro. şişdim bu gün. Oh shit, bilmiyorum. So, hi, to vlog one. Murat belə rahat özvət. Salamünaleyküm, mən Barış Müziyi. Ramizlə görüşdüm Razdivalkada, yadında? Xəyalım nədir? Sən də oradaydın da. Ramizlə görüşdüm Razdivalkada. Ramiz qoydu kameraya. Kamera cırıq. Madaram var. Ağımızdan sana xeyir gələn Bilsən Bəlkə. Bir görüm. Tamam, istəsən danış. Gəzici xəyalım. Gəldi belə görüşdük. Xəyalımız biz xəyalımı yaşamırıq. Oy. İstədiyiniz əşyə nə idi? Teyze söylemiştim. Xəyalım Cıqdaydım. Challenge. De sen seçim. Ne oldu? Mən xəyalım tərif başlarına baxdım. Hayalım yoktu. Hayatı məqsədin nədir? İstədiyimiz əşyə nə idi? Adam olmaq. Adım hindi adam deyirsən. İnsan atamın istədiyi oğlu olmaq. Mənim xəyalım odur ki, bu Baris Fənərdə oynasın. Sən xəyalın nədir? Qaqa, Euroleague-də çəkiş eləmişəm. Yəni də NBA-də də eləsəm bəsim. Your dream bro. Dream, your dream. Sağ ol, bu dayı oğuldur. Yes. Not literally. Axır ki vaxt tapdım. Gedəcəm Riyekanı gəzməyə. Açığı tək gəzməyi heç sevmirəm. Yanımda kimsə söhbət eləsin falan filan. Amma maalesef ki heç kim yoxdur. Çünki oyunçularla heç yerə getmək olmaz. Həsən gələcəkdi Hoopers, o da alınmadı, vizan verməyiblər. İndi hadi visa iş başa düşdü, get gəz. Görüm, əslində gün batımında gedirəm, yaxşı kontent çıxarmaya bilərəm. Bir dəfə də səhər getmək lazımdır. Görüm. Gedim görüm bu Rijekada normal haralar var. Bomba da maşınları xoşuma gəlir. Baxın məsəl üçün Alman maşınları sürürlər çox vaxt. Arxada bir dənə şey var, Toyota düzdür. Bir də çox balaca maşınlar sürürlər. Bizimki kimi gəlib eşşək boyda maşın almırlar. Uf, maşından danışdım. Bir dənə qabaqda bomba BMW var. Bircə dəqiqə gedirəm indi onun yanına. Bir dənə zoom eləyin baxın. Ay can, kupeye özü də. Çıqdinyo. Tam belə Bakıya uyğun maşındır sən ol. Alasan bundan. Sürərsən özün üçün. Ay can. Yağış da yağır üstünə. Sonra burada belə Şkodamız var. Bu nədir? Mercedes. Mercedes BMW idealdır da burada. Toyota, Mini Cooper, Volkswagen Polo'dur səhv eləmirəmsə. Bu birisi nədir? Şkoda, Renault, BMW. Oy arxada Mercedes var. CLS-dir deyəsən səhv eləmirəmsə. Peugeot, oy. Bu maşınlar doludur burada. Bilmirəm adı nədir. Brabus sözü. Çox gözəldir. Min get. Bu da onun BBC qızı. Bu da onun əmisi oğlu. Aha, 4 göz. Bomba.
Buradan sonra yolu tanımıram. Baxın bir də şəhərdə hər yerdə belə qrafitilər. Hara getsəz görərsiniz. Fiyata bax hələ. Ay can, ay can. BMW, balaca BMW-lər burada doludur da. Şıqqıdın yox. Buradan sonra Google Maps-ə baxmalıyam, yoxsa azıb qalacam. Maraqlı nəsə görsəm, təbii ki, oy fırlanla ha. Vloqa çəkəcəm, təbii ki. Gəzmək bomba şeydir. Bu həyatda gəzmək kimi gözəl şey yoxdur. Və mən düşünürəm ki, hər bir insan bir dəfə də olsa yaşadığı yerdən, komfort zonasından çıxmalıdır. Həqiqətən. Və gəlib belə bir mentalitetin içinə düşməlidir. Heç kim yoxdur, sakitçilikdir, rahat videomu çəkirəm. Başında olsa hamı ağzayırıq kimi baxar. Nə bilim, orada məsələn xala gəzir əlində 3 dənə itlə. Bakıda olsa nə bilim cəmaət onun haqqında danışmışdı. Qaqaş var şortiklə. Ona görə mentalitetdən çox şey asılıdır. Əgər siz də mentaliteti heç nə edə bilmirsinizsə, onda çıxın başqa mentalitetə gedin. Axır ki Reyekanın özünə düşə bildim. Biz kənd kimi yerdə qalırıq. Düz o boyda yerdən düşmüşəm və burada belə bir maraqlı bir şey var. İnsanlar şəkil çəkir içəridə. Orada nümunə şəkil qoyulub və insanlar ona baxıb çəkir. Master class da keçir. Belə də bir yerdir adı da. Maraqlı. Axır ki gəldik buranın şəhərinə. Şəhərə girən kimi hamının tanıdığı markalar insan qabağına çıxır və ən əsası MK ay brat MK. MK-da sıra var bu qədər. Oy da sıraya bax MK-da. İçi də çox balacadır. Belə bir yerdə MK. Oy da buna bax. Gitara çalır, içinə bax. Burada da rəqiblərdən Burger King. Üzbəüz. Vay 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 vay. Bura əməli başlı səs-küylü məhəllədə. Dəlixana düşdü. Ora keçəcəm birazdan. Deməli bunlarda belə bir sistem var. Gördüyünüz budur. Avtobusa binmək üçün proqramdan ödəniş edirsiniz və yarım saat ərzində nə istəyirsiniz girirsiniz. Və burada bir dənə bunu göstərirsən minəndə və savcı getdi. 3-cü gündəyik. Gedirik Porsche ilə oyna. İnşallah bərabər. Ora poladayam. Şortik min rəngi bir nisbi yoxdur, amma qalsın. Ayaqqabımı giyinəcəm. Sumka hazırdır. Mən oyundan sonra gəlməyəcəm böyük ehtimal. Qalıb orada digər komandalarında oyunu çəkmək istəyirəm. Ay can, ay can, ay can, ay can. Ay can, ay getdik oynayaq. Yes sir. You ready? Let's go, let's go. Hazır mıyız beyler? Hazırız, hazırız. İnşallah geldik. İnşallah. Işık hazırsan ışık. Davay, 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 davay. Kullanlık alıp. Ben Budur, budur. Baraj olur ki aşağı sağ. Oyun bitti. Düzdür. İlk 3 hissədə yaxşı oynamasaq da 4-cü hissədə 22-0. Yəni rəqibə top vermədik də 22-0 və 70-60 bitirdik oyunu. Uşaqlar biraz odaqlanma problemi yaşadılar. Fokuslana bilmirdilər. Sonra Azərlə Hüseyn oyunu üstünə götürdü və özünə gəldi. Düşünürəm ki, bu uşaq qrupun ən güclü komandalarından biridir və onlara qarşı belə oyun oynamaq kifayət qədər yaxşıdır. Və bu nəticədən sonra məncə Ukrayna qəşəng qələbə qazanacaq Ukraynaya qarşı. Let's go. I got Cisco. Oyuna hazırdı. We're gonna do the Cisco brand. Go. Pump, pump, pump. Hazırız. Hazırız. Let's go, my guy. Let's go, my guy. Let's go. Yep. Let's go. Hey, we out, people. Gəlin, xoş gəldiniz. Videonun yarısı bulur olacaq. DJ Samet. Azər bulurdu, Azəri bulurlamışam. Davay doktor, davay doktor.
Davay doktor. Bugün başqa şəhərə gəlmişik. Şəhərin adını tam yaxşı bilmirəm. Amma buranın da stadionu qəşəngdir, bayağı qəşəngdir, zalı. Stadion deyirəm, zalı. Və burada da həmkarları falan var. Göstərim sizə. Baxın, orada bir dənə qaqaş var, videografdır. Orada bir dənə xanım var, fotoqrafdır. Zalda ümumi belədir. Haydi uşaqlar. Azərbaycan. It's a tough win, but we got it. Давай, Тимер. Тимер. We done it. Haydi, We did haydi. it. Haydi, haydi. Haydi. Yerin rahatdır. Bunun açıqısına bax hələ. Bugün də post paylaşasan? Genel şəkildə çəkən olacaq, paylaşasan. Niyə keçsin? Bu nə olsun? Onların şeyleri değil. Geldi bağlı action. Dalayacağım. Kaldır vuracağım. Geçe. Geçe. Shut up. Shut up. Mano, you have second phone. Shut up. VIP xidmətdir. Qəşəng. Arasını yaladım da. Saxla video çəkək düşərik. Videoda. Dənizə vurmuş. Buna. Great Odyssey, Manu. God bless you. İsa köməyin olsun, ay Manu.